Sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Azərbaycanın kolası Buz Kola, Unimetal, Zera Olives, Sleepy by Hollywood. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib-içmək aparıcıların hesabına olacaq. Nuş olsun. Bir benim eşkimim, o sana hiç gerek değil. Gel kaytar eşkimi, o soğuk bir çiçek değil. Bir benim eşkimim, o sana hiç gerek değil. Gel kaytar eşkimi, o soğuk bir çiçek değil. Sağ olsun Qaqabən, həmişə bizimlədir. Əli xan, deyirəm, bugün həqiqətən də zarafatı bir yana qoyub danışmaq lazımdır. Çünki bugün biz dünyaya gələndən ölənə qədər sonsuz minnətdar olduğumuz qadınların bayramıdır. Bəli, əziz xanımlar, Beynəlxalq Qadınlar Gününüz mübarək olsun. Sizin möhtəşəmliyinizi, gözəlliyinizi, sizə olan sevgini heç bir sözlə ifadə eləyə bilmirik. Bəli, ən azından məhz bugünkü ziyafətimiz sizlər üçündür. Və Unibank'ın baş sponsorluğu ilə Zarafat bir yana başladı. Qadın musiqi kimidir. Bəzən zərif bir not, bəzən ürəyi titrədən bir səs, bəzən isə bütöv bir orkestr kimi ola bilir. Nicat deyəsən bu gün evə hədiyyəsiz gedəcək, çünki bu sözlərdən sonra heç bir hədiyyəyə ehtiyac yoxdur. Yox, bugünkü söhbətləri qonağımıza uyğun edirəm. Bax, bugün 8 martdır. Qonağımız da çox sevilən sənətkar xanımdır. Onda qonağımızı gözlətməyək. İllərdir ürəyimizin ən yüksək yerlərinə sahiblənən, Respublikanın xalq artisti, gözəl sənətkarımız Tünzalə Ağayeva. Tünzalə xanım, hoş gəlmişsiniz. Xoş gününüz olsun dostlar. Nə yaxşı İki keçəl demək istədiniz. Elə onu demək istirdim. Mən qabaqladım. Bəli. Xoş gördük hamımızı dostlar. Nə qəşəngsiniz. Bir özünüzü alqışlayın. Musiqiçi Qaqabənd qrupu. siz Lady Gaga'nın əmsi uşaqları. O birisi bacısıdır sağdakı. Həmsi qızıdır, o birisi Mən həmsi çox oğlan. arzulayırdım Gaga'nı canlı görüm, amma qohumlarını gəldim. Bəli. Dostlar, təbrik eləyirəm, çox gözəlsiniz. Valla çox xoşdum. Çox sağ olun ki, dəvət eləmisiniz. Nicat, bilirsən sənə olan Bəli. simpatiyamı, sevgimi. Bu insanı da ayrı Bəli, pərəstişkarıyam. bu insan heç olmaz. Valla. Hər gün izləyirəm. Hər ikimizin sənət o yolu, özünüzün o yanaşmalarınız, tərziniz, ikiniz də çox fərqli maraqlısınız. Yəni ikinizi də izləyirəm, xəbəriniz olsun. Var olasın. biz də sizi uşaqlıqdan izləyirik. Uydu, nətən Və gedə. mən Uşaqlıq neçə yaşım var mənim ki? Hə, bax sən o sözü nə edirsən Sən ki? o nətən? mənim az yaşım var. Sən xoşuma gəlir, Mənim mən az- sənə gəlibsəm ki, mən səni uşaqlıqdan Mən izləyirəm. 2000-ci iləm. Yalan danışma. Görmürsən üzümdə görsənmi? Mənə çox xoşdur, Əlxan, çox xoşdur əzizim. Biz təzəyik bu sənətdə, amma siz illərdir Köhnəsiz. Yox, köhnəsiz yox. İllərdir bu sənətdəsiz və Bəli, bayaq mən vurğuladım ki, bizim ürəyimizdə ən yüksək zirvəni tutan Tünzalə xanımdır. Çox sağ ol əzizim, Məncə bu çox sağ alqışa ol. layiq. Çox sağ ol. Əli xan, sağ ol. Bugün Nə yaxşı ki, varsınız və məhz qadınlara aid bayramda siz bizi ilənsiz. gözəl bir gündür. 8 martdır. Qadınların bayramıdır və Tünzalə xanımın gül buketi xahiş edirəm. Alqışlarla gəlsin. Biz də sizi təbrik özü öz əlləri ilə
Təşəkkür Bəli, bax, bu edirəm. çiçəklər, bax, bu güllər sizindir. Möhtəşəm, möhtəşəm. Valla Bəli. mənə də xoş oldu ki, siz məni yada saldınız. Yaxşı ki varsınız dostlar. Yaxşı ki siz varsınız və biz sizi heç vaxt unutmuruq və bayaq deyirəm ki 8 mart qadınlara aid. Qadınların əslində hər gün bayramı olmalıdır və o Bəli. bayramı kişilər qadınlara hər gün eləmədilər. Bəli. Və kişilərin bayramı olmalıdırmı? Kişilərin Valla bayramı. o sualı nicata Biz verin. deyirdik 23 fevral. 23 fevral kişi bayramı deyil. Hə, bir nəfər də məni təbrik eləmədi. Yox. Elə başa düşdüm ki, kişilərin bayramı yoxdur, ümumiyyətlə yox. Yox, bilirsən nə vaxtdır kişilərin bayramı? Qadının üzü güləndə bir Bəli. kişinin qadını xoşbəxtdirsə, Məncə ən- həmin gün o kişinin bayramıdır. Ən yaxşı bayramdır, Bəli. ən Ən azı gözəl bayram. qulağı sakitdir. Bəli. Mən istəyərdim ki, Tünzə xanım, sizə deməli bizim verilişin qayda-qanunu izah eləyim. Bizim tamaşaçılar, qonaqlar sizə suallar verəcək. O suallara cavab verəcəksiniz. Səmimi cavab verdiyiniz halda sizə verilişin sonunda göy işarələr qaldıracaqlar. Qeyri-səmimi olsanız qırmızı işarələr. Qırmızı işarə, yəni qeyri-səmimi işarə çox olsa hesabı siz ödəyirsiniz. Bütün masaların hesabını. Bu qanuna görədir. Mavi olsa biz ödəyirik. Nicat İndi yaxşı mən. çalışaram da səmimi olum. Amma bugün bayramdır. Nə fərqi yoxdur, hə siz ödəyəcəksiniz. Biz ödəyəcəyik. Əminəm ki, Tünzəli xanım bütün suallara səmimi cavab verəcək və bizim bir dənə də qırmızımız olmayacaq. Bəli. Bizim verilişin nəyi var? Həyəcanlı qara qutusu var. Tünzəli xanım, o qara qutu nədir? Karyeranızdan bir parça ola Ay bilər. Allah, narahat Məktəb oldum. vaxtı, Əhvalınız da institut korlana vaxtı. bilər, Ben əhvalınız oldu yaxşı be ola bilər. bayrama gelmiştim. Ne oldu be? İndi bilmək olmaz da onun içindən nə Ben çıxacaq. korkma. O qara qutu bayramda keçərli deyil də. Xahiş edirəm, qara qutumuz gəlsin. Gəlsin. Məncə siz elə bir xanımsınız ki, qadınsız orada. Dadaladan, korkulu kadrlar. Məncə sizdə qorxu. Ona üstte ne yazılı? Burada bu Fərqi yoxdur. bizim xüsusi sponsorumuz Unimetalın. Bəli. Metal, Unimetal. Unimetal. Bəli. Allah eləsin orada metal çıxsın. Metal ola bilər. Qızıl metaldır. Qızıl metal çıxsın. Verilişin Həyəcanlı sonunda onu dəqiqələri bəli, açacağıq. axıra kimi gözləyəcəyik. Hələ Açmaya açmırsınız. bunu. Saxlayın, yaxşı edirsiniz. İntriqanı Məni axıra kimi gərgin saxlamaq saxlayın, lazım. çox sağ olun. Əla bayram keçirir. İndi mənim fikrim qalacaq oradakı. Nə var? Nə gözəl bayramdır bax, görürsüz? Versin. Yandım elə yandım. Yandım elə yandım. Bu çay məni yandırdı vallah. Bunu biləcək şey elimdə. Mən Nəsrova Çiçək. Çiçək. Aha. Bəli. Öncəliklə sizi 8 mart Qadınlar Günü münasibətilə təbrik edirəm. Qarşılıqlı, çox sağ olun. Sualım da elə məhz bu günlə bağlıdır. Sizcə 8 mart Qadınlar Gününün cəmi bir gün olması, hər gün səssizcə fədakarlıq edən, özünü ailəsinə həsr edən, arzularını təxirə salan qadınlara qarşı haqsızlıq deyilmi? Ümumiyyətlə bunu haqsızlıq deməyək, qızım, çox sağ ol suala görə. Qadın ümumiyyətlə hər gün özünə bayram edə bilər. Onun ailəsi də ona həyatına bayram qata bilər. Hər sevindiyimiz gün bayram elan edilməlidir ailə içində. Biz baxmamalıyıq ki, cəmiyyətdə filan gün kalendarda nə qeyd olunur. Biz kalendara mən şəxsən günümü yaxşı keçibsə o mənim bayramım deməkdir. Haqsızlıq deməyim buna. Bu sadəcə nə vaxtsa hadisə olub, qadınlar çıxıb bir manifest eləyiblər, sözünü deyiblər, haqqını tələb edib və s. Bunun gülməli, ağlamalı, haqlı, haqsız səbəbləri var o nə zamansa Avropada. Amma bayramı özümüz yaradırıq. Bax, mənim yanaşmam belədir. Deyirsən, özünü fəda eləyən qadın. Bəli, qadınlar ailə sevir. Azərbaycan qadını birinci növbədə özünü yox, ailəsini düşünür, evladını düşünür, ömür gün yoldaşını düşünür, həyatdakı görevlərini düşünür və s. Bu yaxşı bir şeydir. Amma qadınlarımız dayanmağı da bacarmalıdır. Arada bir pauza edək. Həmin o pauza bizim belə deyək də özümüzü sevməyimiz mənasına gəlir. Özümüzü sevək. Çünki biz sağlam olmasaq, biz üzü gülər olmasaq, elə ailə də bizdən bütün gün deyinir. Üzü turşuyur. Biz o qədər özümüzü xərcləyirik və həlak edirik ki, sonra qarşıdan onun böyük dəyərini gözləyirik. Bəli, bax bu haqsızlıq sözü şuur altı oradan gəlir sizə. Mən günümü elə bir keçirə bilərəm ki, axırda deyərəm ki, heç kim mənə sağ ol da demədi. Və mən o sağolu özümdən gözləməliyəm. Elə eləməliyəm ki, canım da yerində olsun, sağlamlığım da, özümə belə deyək, əhvalımı da çeynəməyim. Bax, mən qadınları buna çağırıram. Bir də mən sizə qızlar, əsas sirr açım. Allah sizin əlinizə elə bir güc verib ki, bizim əlimizə. Biz istədiyimiz situasiyanı, ailəni, bizi sevən kişiləri əlimizdə saxlamağı bacarırıq. Yəni, qadın istəsə dünyanı dağıdar, qadın istəsə hər şeyi uçurmaz, əksinə qurar. Mən onu həmişə anam da deyib. Bir ailə quran, ailənin təməlini saxlayan qadındır. Ona görə siz qadınlar, bizdə olan güc qarşı tərəfdə o qədər yoxdur. Onlarda başqa güc var. Məncə qadınlar sözlə, beyinlə güclüdürlər. Kişilər isə Hər şeylə, hərəkətlə, enerjisi ilə. Elə baxaram ki, əriyərsən.
Doğru, necə? Bir dənə baxım. Blues dostlar, bir dənə qəşəng rock blues. Verilişimizin bu yerində Tünzali xanım, bizim baş sponsorumuz olan Unibankın sizə hədiyyəsi var. Nə gözəl. Zəhmət olmasa hədiyyəmiz gəlsin. Bizim Unibank'ın burada kartı var, eksklüziv olaraq. Çox xahiş edirəm, siz bizə şəxsiyyət vəsiqəsinin bütün məlumatlarını verəcəksiniz. Adınıza kredit götürmürük. Biz sizin adınıza kart açacağıq, qara kart. Üstünlükləri biləndən sonra sevdi can səni deyəcəksiniz. 7/24 konsiyerj xidməti daim qulluğunuzdadır. İstənilən vaxt nə sualınız olsa, yazırsınız konsiyerj xidmətinə və onlar sürətli cavablandırır. Transfer xidmətidir, yazırsınız, bileti göndərirsiniz və evdən otelə kimi, oteldən hava limanına və istənilən marşrutda sizi aparırlar. Fast Track xidməti isə sizi bütün hava limanlarında olan növbələrdən azad edəcək. Üstəlik, bütün bu imtiyazlardan yararlanmaq üçün aylıq heç bir dövriyyə tələbi yoxdur. Çünki Unibank sənin bankındır. Təşəkkür edirəm, çox sağ olun, əladır. Bu fürsəti dəyərləndirəcəm. Çox sağ olun. Əsas odur ki, qorxduğum məsələni eləməyəcəksiniz də, yəni. Əlifan eləyər əslində, Əlifan elə bir insandır. Sonra yaxşı Neçə tanımırsınız. nəfərə kredit, adına kredit götürür. 10 nəfər, elə deməyin. Onda dayanaq. Lütfən olmaq Jubiley. istəyirəm. Təşəkkürlər Unibank. Tünzar xanım, mən Azərbaycanda iki sənətçiyə qulaq asıram, daha çox. Biri sizsiz, bir də Roza Zərgərli. Sizin də Azərbaycan musiqisi üçün... Pistəlet vurum, hıncımı ondan çıxmalıyım, başqa variant deyil. Sizin də Azərbaycan musiqisi üçün ciddi işlər gördüyünüzü, böyük sənət nümunələri ərsəyə gətirdiyinizi nəzərə alsaq, niyə Roza xanım qlobala çıxa bilib, siz yox? Maraqlıdır. Mən onu heç nə deyəmmərəm. Heç nə deyə bilməm. Çünki artistin taleyində hansı mahnı onu haralara gətirəcək, biz onu öncədən hesablaya bilmirik. Biz gündəm necə tutulur da bir dalğa var. O gündəmi siz dediyiniz kimi biz çox fikirləşsək, biz onda ən ucuz fərqli, haqlı, haqsız, savadlı, savadsız, hər şeyin dalınca qaçmalıyıq. Mən gündəm tutmaq üçün heç vaxt musiqi yazmamışam. Musiqi məni gündəmə gətirib. Mən gündəmin dalınca getməmişəm. Amma təbii ki, istənilən ölkənin artisti qlobala çıxmaq onun üçün gözəl hadisədir. Mən Roza üçün əlbəttə ki, sevinirəm. Mən özüm haqqımda nə deyə bilərəm? Siz qlobalı baxır, nə ilə götürürsünüz? Sadəcə YouTube izləməlilərinlə mi deyim, bilmirəm. Amma mən Washingtonda Kennedy Hall'da çıxış eləmişəm. Mən Hollandiyanın, İngiltərənin, Fransanın UNESCO-sında mənim üçün qlobal odur. Mən dünyanın ən mötəbər səhnələrində Azərbaycan musiqisini təmsil etmişəm. Bu saata qədər, bugünə qədər, indən sonra da belə olacaq. Mənim qlobalım belə işləyib. Mənim qlobalım ola bilər ki, YouTube üzərindən işləməyib, amma dünya Azərbaycan diasporası, diplomatiyası, bizim, mən neçə ölkələrdə sayını itirmişəm. Yəni, mənim qlobalım mənə görə öz yerimdədir. Sizə görə izləyici olaraq Tünzalədə heç 10 milyon yoxdur. O qlobal deyil, o yanlış düşüncədir. Deyirlər ki, musiqinin dili yoxdur. Mən bunu UNESCO səhnəsində pandemiyadan öncə Dünya Caz günü idi. Dünya Caz günündə baxın. 3 ölkə iştirak edirdi. Onların biri Azərbaycan idi və mən onu təmsil edirdim. Mənim qlobalım budur və mənə bir fransız hansı ki deyir, mən heç vaxtdır Azərbaycanı dinləməmişəm, amma sən deyir, mənim fikrimi döndərdin. O özü etiraf elədi bunu mən. Mənim qlobalım budur. Yəni, mən özümü istər Rozadan, istər digər artistdən fərqli hesab eləmirəm. Sadəcə bizi fərqləndirən birində rəqəmdir. Məndə isə ömür boyu canlı səhnələr olub. Budur. Məncə alqışlayıraq. Tünzali xanım, belə bir sual verim. Roza xanımın həmin o qlobala düşən Roza, musiqisini... səhər salam deyirik. Deyəsən, sən müzakirən gedir. Siz dinləmişsiniz o musiqini? Yəni, bəyənmişsinizmi? Yəni, dinləmişəm. Məsəl üçün dinləmişəm. Bəyənmişsinizmi?
Mən yox, mənim zövqümdə deyil. Hə, sizin Mən yalan deyə bilmərəm ki, ürəyim getdi. Amma Roza mənim üçün yad adam deyil. Roza mənim üçün illərin tanıdığım Bəli, bizim də insandır, dostumuzdur. soydaşımdır, dostumuzdur. Tünzalə xanımın belə bir iddiası, istəyi, nə bilim, belə bir fikri varmı? Məndə hansısa musiqi 100 milyon baxışları keçsin və yaxud Bu normaldır, bu istək normaldır. Kim istəməz? Hansı artist istəmir Amma- ki, hansı artistdən sorsan deyəcək, hələ yox, hələ mənə 5 nəfər qulaq asın, bəs belə şey yoxdur. Təbii ki. Hamımız bunu istəyəcəyik. Bir məsələ də var da, xanım, Tünzə xanımın elə mahnıları məncə hamısı elədir. Bütün ölkə o mahnını bilirsə, sevirsə, milyonlar da düzülmürəm, 10 milyon deyək. Hə, artıq o YouTube-un rəqəmlərinə ehtiyac yoxdur. Tünzalə xanım, elə musiqilər var ki, 1 milyon baxışı var. Amma kimdən sorsa heç kimin xəbəri yoxdur ki, bu necə Bəs mən onu deyirəm, eşitməmişəm heç, Tünzə nə xanımın o mahnısı. qəhərin içində boğuluram, o mahnınız var sizin, ona əsər deyirəm. Çox sağ ol əzizim. Onu məncə bütün ölkə bilir o mahnını. Yəni bu milyonlar budur mənim üçün. Qəhərin içində boğuluram mən, parça parça olub dağılırım mən, güneşlə yenidən doğuluram mən, dikiləcəyin asıl yara gözlərim. Bayramınızı təbrik Çox sağ ol, edirəm. qarşılıqlı. Tünzalə xanım, bir şeir həvəskarı kimi siz sevməyimin əsas səbəblərindən biri Mikail Müşfiq, Hüseyn Cavid kimi dahi şairlərimizin şeirlərinə mahnı bəstələyib oxumağınızdır. Amma hazırda trend olan mahnıların bir çoxunun sözlərini reperlər yazır. Bu mahnıların bəziləri gündəlik istifadə etdiyimiz, heç bir mənası olmayan sözlərlə doludur. Sizcə bu gedişat yaxın gələcəkdə mahnı sözlərinin daha da bəstələşməyinə səbəb olmayacaq? Doğrudan günlük bayağı sözləri olan mahnılara qulaq asmırsan? Yox, əslində gündəmdə olan, yəni bir çoxumuz burada qulaq asırıq, sosial şəbəkələrdə də olsa belə, yəni dinləmək məcburiyyətində də qaldığımız mahnılar olur. Sevirsiniz ya sevmirsiniz? Məncə onları siz bayaq dediyiniz kimi bir müddətlikdir sevmə vaxtları da. Sizin mahnılarınız kimi davamlı deyil. İnanmaq istəyirəm ki, gənclər, burada oturan gənclər, bizə baxan gənclər doğrudan da o ağı qaradan seçə bilirlər, o intellektlidirlər. Heç nə adiləşmir. Dünyada 7 milyard insan var. Onun içində biri sizsiz, biri mənəm. Biz adiləşirik, yox. Hər şey özümüzdən asılıdır. Mən Tünzalə olaraq bugün səhnədəyəmsə, mahnı yazıramsa, bugün fəaliyyət göstərirəmsə, yenə deyirəm, mən heç bir bugünə çalışıram uymamağa. O sən demişkən. Çox da belə zövqlü deyilsə, mənə xoş gəlmirsə, bayağı hesab eləyirəmsə, mən ora getmirəm. Mən özüm o aktuallığı yaradıram. Mən heç vaxt trendə uymuram. Özüm düşünürəm ki, mən hər zaman tərzlə, oxumaqla mən özüm bir cığır yaratmışam. Mən publikanı arxamca aparmalıyam da, yəni özümə çəkməliyəm. Qaçmamalıyam kütlüyə. Belə verilişlərimizdə bu söhbətlər heç olmazsa, yaxşı filmimiz, ağıllı filmimiz, musiqimiz olmazsa, sənin dediyin təhlükəyə gəlir ki, hər şey belə necə deyim, dəyərsizləşir, boş olur. Biz onu qoymamalıyıq. Siz tamaşaçı kimi tutalım ki, bizə bir dənə TikTokdan dostumuz kimsə nəsə göndərib. Biz lağ elədiyimizi başlayırıq yaymağa. Həm lağ eləyirik, həm ona gülürük, həm onu pisləyirik, həm onu yaraşdırmırıq. Bu nədir deyə lağ edə. Bunu Dostlara göndəririk, düzdür. Bu bayağılıq ona görə yayılır. Burada belə danışıramsa və telefonumda çoxlu həmin o TikTok mahnıları varsa, mən yalan danışıram. Reperlər gözəl bir şeydir. Reper sosial mövzunu, bir məsələni publikaya çatdırırsa, mətnində dilə riayət eləyir, dilin oradakı o qrammatikasına riayət eləyir, işini bilir, savadlıdır. Buna pis demək olmaz. Mən çox sevirəm repi. Dünyanın bütün ölkələr, yəni xoşuma gələn repçilər var. Ən çoxu da bugünə kimi Tupaka qulaq asıram. Bunun nəyi pisdir? Mən repi də deyirəm, meyxanə də gözəl meyxanədirsə, oturaq müzakirə eləyək. Yəni rep də intellektli gözəldir, meyxanə də, mahnı da. Mən sizə tövsiyəm odur ki, siz gənclər olaraq bir-birinizə, yəni siz hamınızı da, bir buna bax, nə gündədir. Getdi. Xanımın da dediyində elə bir həqiqət var ki, elə reperlər var ki, boş sözlər yazırlar. Amma Elə meyxana da var. Hə, elə meyxana da var, elə yazıçılar da var, təbii ki. Onları yaymayaq. Mənim dediyim odur. Yəni, Yaxşıları yayaq da. Qəhrəmanları biz seçirik. Yəni cəmaət seçir. Eynən dostlar, eynən. Amma çox yaxşı reperlərimiz də var. Onlardan biri, yəni mən şəxsən onun pərəstişkarıyam. Şəhriyar ekspert var. Yəni onun qələmi çox güclüdür mənim üçün və düşünürəm ki, Azərbaycanda nömrə 1-dən biri
biridir. Bəli, bəli. Yəni biz ağıllı insanlarımızın yanında olan, yaxşı bir əyləncəni, nə bilim bir təbiət çəkənin videosunu yayın. Ya kiməsə bir faydalı olaq. Onlara faydalı olmayaq. Qane elədi sizcə? Bəli, çox qane elədi. Təşəkkürlər. Çox sağ olun. Çox sağ olun. Sizin şəxsi biznesiniz var. Varmı elə bir şey? Var idi. Ancaq Qeyri-musiqi işi. yaradıcılıq. Hə, bu gün elədi. Amma mənim Bəlkə Ayxan bir sizə təklifi var. təklifim var. Bizim xüsusi sponsorlarımızdan olan Soundride-ın gözəl təşəbbüsü var. Siz avtomobil gətirirsiniz, verirsiniz Soundride şirkətinə, aldınız bir dənə X avtomobili, verdiniz Soundride şirkətinə. Soundride şirkəti sizə etibarlı sürücülər tapır, biznesinizi rahat idarə etmək sistemini təklif eləyir. Stabil və davamlı da qazanc vəd edir. Bir şeydə xüsusi vurğulamaq istəyirəm ki, Soundride şirkəti yeni qoşulan sürücülərə 300 manata kimi bonusla mükafatlandırır. Oo, bu təşəbbüsü alqışlayıram. Çox sağ olun. Təşəkkürlər Soundride. Yəni çox maşın, çox pul deməkdir. Rubrikaya baş çəkək. Deməli nədir? Baş çəkək. Nədir? Siz Tünzər xanım, əlifbadan olan hansısa bir dənə hərf deyin mənə zəhmət olmasın. B. Olsun B. Onda mən sizə suallar verəcəm və sizin 3 saniyəniz olacaq ki, o suallara cavab verəsiniz. Amma bütün sözlər bu ilə başlamalıdır. Dədəm var. Vay. Və əminsiniz dəyişə bilərsiniz. Yox, gedək də, riskə gedək. Olsun, yaxşı, mən Bir başlayayım. dənə sən bir dənə Ayxan, getdik. Necəsiz? Belə deyirlər ki, yaxşıyam. Verilişdən çıxandan sonra hara gedəcəksiniz? Baxır hansı halda olmağıma. Aylıq xərciniz nə qədərdir? Bugünə kimi razıyam. Yaxşı. Kişilər nə istəyir? Balans. Ən çox sevdiyiniz yemək hansıdır? Borş deyil. Sizin həyatınızda necə insanlara yer yoxdur? Boş boğazlara. Hansı yerli müğənni olmasa musiqimiz heç nə itirməz? Oo. Bir çoxu. Aha, kim idi deyə? Əla, xoşuma gəlir, bir çoxu. Bir mahnı zümzümə edin, B ilə başlasın. Bana gel, kaçma güzel. Bana gel, kaçma güzel. Nerede olsa atı çaparım, gel seni taparım. Gel güzelim, gel güzelim, gel yosma. Ən çox sevdiyiniz film hansıdır? B. Beyin oğranmasın. Bizim Cəbiş müəllimdə var, Babək də var, çoxdur. Doğrudan, Yaxşı. doğrudan. Yəni yerli Qəşəng, olmasın da xarici hamısı oldu. gözəl. Hə, məsələn, bu Nicatın həyatı o filmdə var. Sualı ver. Ən çox sevdiyiniz aktyor? Balayev Rasim. Rasim müəllimi salamlayırıq, bizim sənətkarımız bizim verilişdə də qonaq olub o. Allah can sağ olsun. Çox maraqlı veriliş olub. Başı keçər dostlarımla yox. Əla, bax bu. Belə cavablar lazımdır. Yaxşı. Sevgi nədir? Bombastik bir şeydir. Kaş etməzdim dediyiniz şey nədir? Boşa vaxt keçirməzdim. Qəşəng. Həla. Verilişimiz haqqında nə deyə bilərsiniz? Boş veriliş deyil. Bəli. Öncəliklə hər kəsi salamlayıram. Tünzəli xanım, xoş gəlmisiniz. Xoş gününüz Sizləri olsun. 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edirəm. Bahəm. Sualım belədir. Əgər 8 Mart həqiqətən də qadınların hüquqları ilə bağlı bir gündürsə, siz bu gün qadınların tapdalanmış hansı haqqını müdafiə eləmək istəyərdiniz? Bayaq deyirəm, dünyanın çox ölkəsində oluram. Hər yerdə inanırsınız qadın problemi var. Elə bir cəmiyyət yoxdur ki, orada qadın dümdüz belə yaşayır ki, heç nə şikayət eləmir. Yox. Harda insan varsa, orada yaxşı da var, problem də var. Belə də adını belə qoyaq. Kaş o dünya olsun ki, qadınlar daha belə deyək də, qadınların haqqı daha verilə bilsin, yaxşı verilə bilsin. Qızlar var ki, bugün Türkiyədə olsun, nə bilim ərəb ölkələri olsun, hətta bizim bəzi ucqar ola bilər hansısa regionda hələ də qızları məktəbdə oxumağı çox da belə yaxşı baxmırlar. Erkən ərə verirlər. Bax burada sizin dediyiniz hüquqlar ki, gənc qızdır, gəncliyini yaşaya bilmir, gözünü hələ dünyaya yeni açır, yəni həyatı yeni başa düşmək istəyir. O ailə onu sövq etməlidir ki, o təhsil alsın. Bizim hüquqlarımızı o zaman biləcək ki, qızlarımız təhsil
yəni təhsilə önəm versinlər. Bir film çəkmişdim 2024-də. Səriyə adında film idi. Erkən nigahdan bəhs edirdi film və filmi göstərdim. Mənim bir dostum gəlmişdi Rusiyadan. Dedi ki, belə şey olur benim Azərbaycanda. Dedim, hə, olur. Var belə şey. Əfsuslar olsun ki, var və bu normal deyil. Heç bir qız 13 yaşına ailə həyatı qurmamalıdır. Bu normal deyil. Ay Allah. Heç bir qadın özü istəmədən, öz seçimi olmadan ailə həyatı qurmasın. Qismətində, taleyində siz Təhsil demişkən olsun. təhsil olsun. Bəli, və amin. ali təhsildən sonra nə bilim doktorantura kimi getsinlər Qərarlarını özləri verə bilsinlər. və seçdiyi həyat yoldaşı da öz tərəfindən olsun və o da onun ağlında olsun. İkisi də ağıllı başlı cəmiyyətə faydalı bir övlad versinlər. Bir də ki, yenə də biz bunu unutmayaq ki, nə qədər özgür olsaq, müasir də olsaq, hüquqlarımızı tanısaq da bizim ailə institutumuz kölgədə qalmamalıdır. Mən cavabınızla razı qaldım. Bütün qadınların bayramını təbrik edirəm. Sağ olun, xanım, çox sağ olun. Bizim dost sponsorumuz olan milli kolamız, Azərbaycanın kolası, Buz Kola buradadır. Alqışlayaq Buz Kolanı. Bəli. Doğrudan da bu Buz Kola çox dadlıdır. Tuncay xanım, qazı yerində, şəkəri yerində. Sağ olun. Təşəkkürlər Buz Kola. Bizim desən qonağımız var, hə, xarici ölkədən. Yox, Küveytdən, Dohadan. Oyda, Dohadan gəlib. Hə, buyur qardaşım. Orada vəziyyət nətərdir? Bugün düşüb təyyarədən. Salam. Salamlayıram sizi. Mən Məhəmməd. Bayramınızı təbrik edirəm. Çox sağ olun, çox sağ olun. Məhəmməd nə işlə məşğulsan? Tekstil. Tekstil, hə, nə Aha, qoy yaxşı. pencəyimi düzəldim. Dohada. Nə gözəl, maşallah, biznes oradadır. maşallah. Hə, orada. Bugün kimə hədiyyə almısan? Hamısı Dohadadır, ona görə. Hə, Azərbaycanda olduğuma görə hamısı Dohadadır, ona görə heç kim hədiyyə O alamam. nə tekstildir, hə? Nəyin tekstili? Paltar tikirik. 2 pencək gətirərdin dana, ay qardaş bura. Doğrudan doğru. Gətirdim, bura gətirmək yadımdan çıxdı. Vasabləşmə, nə olub? Gəl döymə məni. Hə, sualı Xoş var gəlmisən, xoş deyəsən gəlmisən. qardaşımızın. Xoş gördük, xoş gördük. Tünzalə xanım, süni intellektin yaratdığı mahnılar həm trend olur, həm də çox sevilir. Bəs Tünzalə Ağayevanın bir mahnı üçün günlərlə, hətta aylarla əziyyət çəkməsinə dəyərmi? Boy. Əlbəttə ki, dəyər. Əziyyət çəkmir. Uşaqlar, əziyyətlə zəhmət sözünü gəlin qarışdırmayaq. Zəhmət insan işini sevəndə zəhmətini çəkir, iş görür. Əziyyət zülm çəkmək deməkdir. Mən zülm çəkmirəm, mən zəhmət çəkirəm və işimin bəhrəsini görürəm. Süni intellekt mənim üçün bir rəqabət deyil. Nə olursa olsun, dünyanın hansı texnologiyaları olur olsun, insan faktorunu dəyişə bilməz. Yəni insanın yerini heç nə əvəz eləyə bilmir. Axı robot bizə nə qədər bilgili olsa da ürəyi verə bilmir axı. Bəli, biliklidir. Mən onun biliyindən istifadə edirəm. Süni intellekt insanın əlində açardır. Düzgün qapı açan üçün o qapını düzgün açacaq. Bilməyən adam üçün o aləmi qatacaq bir-birinə. Yəni mən süni intellektdən müsbət iş görürəm və mənə bu təsir eləmir. Dəyərmi? Əlbəttə ki, mənim iş görməyimə dəyər. Bilirsən necədir? Yaradıcılıq ya hansısa insanın keçirdiyi hansısa ağrıdan yaranan bir şeydir, hansısa ağrıdır, travmadır, nə bilim hisslərdir, duyğulardır. Oradan yaranan bir şeylərə yaradıcılıq demək olar. Süni intellektin yaratdığı heç nə ağrıdan əmələ gəlmir. O insani Eynən, həyəcan yoxdur, yaşantı keyfiyyətləri yoxdur. Bəli, deyə heç bəli, nə. bəli. O hissləri yoxdur. Amma süni intellektdən siz demişkən faydalı istifadə eləmək olar ki, misal üçün mən nəsə bir musiqi yazmışam, mənə nəsə lazımdır oradan hansısa bir element. Ondan xahiş eləmək olar ki, bunu nə ilənsə əvəz elə, əlavə elə və yaxud təklif elə. Eyni şey filmdədir bizdəki. Misal üçün ssenarini yazıb analizə göndərir ona. Analiz edir, bəzən çox absurd şeylər təklif edir, amma bəzən nəsə tapmaq olar. Mində bir süni intellekt mahnısı ola bilər ki, o da adamı 1 saatlıq belə cəlb eləyər. Şəxsən mən olaraq siz niyə qulaq asıram? Oradakı o məhz o intellekti axtarıram ki, nə baş verir orada? Mən indi peşəkar olduğum üçün orada. Amma sadə tamaşaçı deyəcək ki, mənə bu maraqlı deyil məncə. Məncə siz özünüz qulaq asmırsınız. Yoxsa görsən? Yox, mən qulaq asmıram, cavabdan da çox razı oldum. Çox sağ ol. Çox sağ ol. Sənətkarlar susduqca, sənəti olmayanlar meydan sulayır ifadəsini bildirən Tünzalə Ağayeva bir sənətkar kimi niyə susaraq sənəti olmayanların bizim zövqümüzü körləmasına şərait yaradırsınız? Mən? Gəlin mən Niyə şərait yaradırsınız? Xanım,
Yox, Allah eləməsin. Sizin Qızımız düz deyir. Amma statı gətirdi vallahi mənim statımı gətirib. Düz deyir. Əgər bilən insanlar, düzgün aparıcı, düzgün musiqiçi, düzgün rejissor, peşəkar müəllim, məsələn, hər sahənin yaxşıları kənara çəkilsə ki, o Mirzə Ələkbər Sabirin dediyi kimi millət necə tarac olur olsun, nə işin var? Bu dəhşət bir şeydir, laqeydlikdir. Bu laqeydlik düşmandan da düşmançılıqdır. Ən pis düşmançılıq laqeydlikdir. İnsanın orada nə baş verdi? Yəni bu bizim evimizdir, vətən bizim evimizdir. Biz nətər buna laqeyd? Ev mənim otağım deyil, mənim evimin içi deyil. Ev mənim evimdən sonrakı başlayan evdir. Bu münasibətlə bizim heç birimiz susmayacağıq. Amma mən istəyirəm ki, təkcə mən danışmayım. Bu cəmiyyətdə məndən də gözəl bilənlər, musiqi sahəsində də, öz sahəsində də gözəl peşəkarlar var, ziyalılarımız var. Heç kim susmamalıdır. Təkcə Tünzalə danışır. Hamı birləşib danışmalıdır. Mən sizə qulaq asam, mən danışmadım vaxtı. Danış. Hamı. Danış da Elhamza. Düzdür, Tünzalə xanım. Cavab göz. Hamı birləşib, bəli, danışsa. Bizim danışığımız əslində Nicatla, özümdən misal çəkim. Mənim danışığım yaradıcılığımdadır. Mən filmlərdə göstəririk. Filmdir, videodur, serialdır. Demək ki, susmuruq. Demək ki, susmuruq. Və bəzən bəzi kanallarda, bəzi verilişlərdə elə bir şey var ki, kimdir bu gün TikTokda, kimdir bu gün Instagramda belə şey fenomen. Elə bilirlər ki, reyting onu ilə olur. Olmur. TikTokla efiri bir tutmaq olmaz. Xanım, razısınız. Qan elədik. Çox sağ olun. Alqışlayaq, bəli, alqışlayaq. Siz səhər yeməyi yeyirsiniz ürəkdən. Ən sevdiyim yemək vaxtıdır. Ən sevdiyim. Mən başqa səhər yeməyində zeytundan istifadə edirsiniz. mütləq. Mütləq. Sevirəm zeytun. Onda zeytun səbətimiz gəlsin. Bəli, Tünzalə xanıma zeytuna aid nə varsa sizindir. Tünzalə xanım, bu yerli istehsaldır. Zeytun haqqında mahnı yazmaq lazımdır. Mütləq. Zira Olives, Abşeron zeytunlarından hazırlanmış hər cürə məhsul var orada. Əla, maşallah. Allah bərəkət eləsin. Zeytun turşusu, yağı, nə bilim, varinəsi, hər şey oradadır. Zira Olives'in bir çox zeytundan hazırladığı məhsullar var. Mən sizə Riviera zeytun yağından danışmaq istəyərdim. Riviera tam təbii tərkibi ilə mətbəxdə əsl dad fərqi yaradır. İstər qızartma yeməklər, istər şirniyyat və xəmir təamları, istərsə də salat və soslar, Riviera hər birinə özünə məxsus ətir və ləzzət əlavə eləyir. Zira Olives bütün bu faydaları Abşeron zeytunlarından tam təbii və qatqısız şəkildə süfrənizə gətirir. Təşəkkürlər Zira Olives. Bizim rubrikamız var. Bəli, çox maraqlı rubrika. Biz sizə şeirlər təqdim eləyəcəyik və siz onları oxuya-oxuya musiqi bəstələməlisiniz. Nə qəşəng, maraq, xoşuma gəldi, bax. Birinci şeir Ramiz Rövşənin şeiridir. Siz onu oxuyursunuz və paralel musiqi bəstəyirsiniz. Yenə bu şəhərdə üz-üzə gəldik, neyləyək ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, bəlkə də xoşbəxtdik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, mən sənsiz ölmədim, məni bağışla, məni bağışla. Məni bağışla. Super. Çox əla, çox yaxşı. Bu nə qarəti idi? Dostlar, doğrudan əla idi. Doğrudan yaxşı. Bədahətən. İndi ikinciyə keçirik. Musa Yaqub. 1, 2. Leyləklərin çöp yuvası boş qalıb. Dara-dara-dam, daram-dara-da-day-dara. Bahar gedib gün. Bahar gedib, payız gəlib, qış qalıb. Dara-da-di-dara-daram-day-da-day-da. Göy çəməndə acaq yanıb, qış qalıb. Daram-dara-da-day-da-day-da. Bu dünyanın qaradaşı göyərməz, bu dünyanın qaradaşı göyərməz. Nə bu ocaq közərəsi, sönəsi. Nə o günlər bir də geri dönəsi. Qəm eləmə könlümün bir dənəsi, bu dünyanın qaradaşı göyərməz. Qəm eləmə könlümün bir dənəsi, bu dünyanın qaradaşı göyərməz. Bu dünyanın qaradaşı göyərməz. Bəli, gördünüz. Tünzalə xanım,
Mən istərdim bizim dostumuz, verilişimizin redaktoru, senarist, şair, gənc şair, prezident təqaüddə olan Rəşad Mustafa. Onun bir gözəl bir şeiri var. O məndə buradadır. Mən istəyirəm onu oxuyum. Qırılar qanadın, qırılar qolun. Uçma qurban olum, sən hələ xamsan. Mən yazan şeirdən düşdüsə yolun, bəxtəvər adamsan, xoşbəxt adamsan. Mənə lazım deyil sənin sağ olun. Ay, nə qəşəngdir. Bir dəfə ürəkdən sev məni, bəsdir. Quşların uçmağı aldadır səni. Onlarda adətdir, səndə həvəsdir. Yes. Sağ ol Rəşad. Valla. Rəşad, WhatsApp-da xəttəsiz. Sizə ürək göndərim. Göndərin. Gəl Rəşad, bir dənə xahiş edirəm, gəl bura. Siz isə egoistcəsinə özünüzü bizdən gizli saxlayırsınız. Çox sağ olun. Xoş sözlərə görə eşidirdim bayaqdan. Xoş sözlər deyir, şikayət eləyirəm. Niyə mən bu şeyləri tanıyıram? Şikayət də olsa xoş gəlir də mən. Tünzələ xanım deyir. Yəni mən sevdiyim üçün şikayət. Nəşrdəsiz, nəşr olunursunuz. Bəli, bir kitab müəllifiyəm. 2016-cı ildə çıxıb. Həşir gəlir, nəşr Ay, sağ ol. gəlir. Buyur. Mən nəsə bir Nito mahnı oxudum. 2016-cı ildə bir kitabım çıxıb. Bəli, artıq bitib, çoxdan satılıb. Endorfin adında. Mən çox istəyərəm ki, doğrudan da bizim əməkdaşlığımız olsun. Yəni iki misranızda belə artıq sizi görə bildim. Əziz Rəşad, sizə sənət uğurları. Mənə də qismət olarsa ki, sizin bu ürəyinizin gözəlliyindən, dərinliyindən ilhamlana biləcəmsə, özümə onu arzulayıram. Ki bizim gözəl əsərlərimiz ortaya çıxsın. Əstağfurullah, mənə də fəxrdir. Çox xahiş edirəm şeirlərindən bir parça. Ən sevdiyin, ən... Oğluma yazdığım şeir var idi. Mən oğluna yazıb, xahiş edirəm, Diyan. Oğluma yazdığım şeir. İlahi verdiyin nemətə şükür. İlahi yerdəki cənnətə şükür. Məni cümə günü sübh namazında yuxudan oyadan qismətə şükür. Şükür əllərinin xırdalığına, şükür ürəyinin döyüntüsünə, şükür gözlərinə görsənənlərə, şükür evdən gələn körpə səsinə. Bu uşaq atam tək yatır yatanda, əlinin içində gizlədir üzün. Bu uşaq atamı görməyib axı, bəs necə atamı oxşadır özün. Bu yumru ölməli dünyada təzdən, var etdin ayaqdan başacan məni. Oğlumun xətrinə yaşad ilahi, atamın öldüyü yaşacan məni. İlahi, mən onu başa düşürəm, bilirəm ağlayıb nə deyir mənə. Mən onun dilini öyrənirəm ki, uşaq dilində də yalvarım sənə. Ay maşallah. Təşəkkür ederim. Bravo. Çox sağ olun. Xüsusi sponsorumuz olan Unimetal haqqında məlumat vermək istəyirəm. Unimetal sənayedə uğurun təsadüf olmadığını illərlə sübut edən bir istehsal gücüdür. 30 ildən artıq təcrübə, oturmuş keyfiyyət sistemi və sabit performans bu adın arxasında duran əsas dayaqlardır. Müəssisənin illik istehsal həcmi 50.000 tona qədərdir. Qafqaz regionunda boyalı metal rulon istehsalını yerli səviyyədə həyata keçirən yeganə istehsalçı olaraq Unimetal tam avtomatlaşdırılmış xətlər və müasir texnologiyalarla çalışır. İstehsal prosesi beynəlxalq ISO 9001 standartlarına uyğun qurulub və keyfiyyət nəzarəti hər mərhələdə təmin olunur. Unimetal, əsl metalın ünvanı. Təşəkkürlər Unimetal. Tünzalə xanım, siz demisiniz ki, mənim burnum haqqında bir neçə ziyalı şəxs fikir bildirib ki, sonra siz də həvəsə düşüb burnunuzu kəsdirərsiniz. Mənə maraqlıdır, siz doğrudan da ziyalı şəxsləri başınıza yığıb, ciddi burnunuzu müzakirə eləmisiniz? Siz ora kamera qoymuşdunuz, gördünüz. Sizin kameraları yaxşı işdir, agentura yaxşıdır. Siz mənə ideya verdiniz. Mən indən sonra bir neçə dostumu yığıb oturub burnumu müzakirə edirəm. Burnunuzdan nə olub ki? Nəyə görə onu kəsdiniz? Yox, yaxşıyam. Mən burnumdan nə demişəm? Heç nə deməmişəm. Burnumu da kəstirmək istəməmişəm. Hətta demişəm ki, bəziləri sual verib ki, Tünzalə xanım, burnunuzu dəyişmək istəmirsiniz. Demişəm ki, xoşuma gəlmir, kanal çevir. Mən burnumdan məmnunam. Tünzalə xanım, məncə siz bu burnu əməliyyat eləsəz, bütün üz dəyişər, bəli, o şirinliyidir. Yox, qadın, mən qorxuram elə şeydən. Eləməyim məncə. Əgər mənim nəfəs problemim yoxdursa, çox şükür yoxdur. Ehtiyac yoxdur da. İndi mən kimsə qınaya bilmərəm ki, niyə gedir burnunu dəyişir. Amma çalışın, əgər bir problem yoxdursa, o üzünüzün gül kimi simansı dəyişmir. Müdaxilə yaxşı şeylərə gətirir. Təbii olmaq sizin üstünlüyünüzdür. Qəşəng. Nə olar ki, alqışlayardınız ki, bu sözü?
Bayaqdan dadından doymadığımız bu təamlar var ha. Baba bu yeyirəm mən. Krevetka olsun, bu çörək olsun, pendirli. Bəli. Buna görə mən təşəkkürümü bildirmək istəyirəm. Irish Pub-a, Bay Hollywood-a, sağ olsunlar. Bütün kollektiv, bütün personal ki bizə belə bir şərait yaradır. Irish Pub-a alqışlayaq. Əlixan, səmimiyyət faizi nə deyirsən ki? Səmimiyyət faizini qanunla eləməli idi, amma bu gün 8 martdır və mən əminəm ki, hamı göy işarələri qaldıracaq. Əziyyət Sən dedin, çəkməyin. daha hamıya dedin. Əziyyət çəkməyin. Yox, mən Qoy demədim. xalq sözünü desin. Biz bilirik göydür. Yaxşı da. Ha, yaxşı, qaldırın. Kim düşünür ki, Tünzalə xanım qeyri-səmimi idi, qırmızı qaldırsın, səmimi idisə göy qaldırsın? Vallahi göydür də. Bəli, Nə edə bilərik? bəli. Siz İndi sən qaç gözünə bunu qoyalım. Yo, doğrudan yəni bu əl çalan Tünzalə xanım, təbrik edirik. Təbrik edirik. Və qara qutu, həyəcanlı dəqiqələr gəldi. Tünzalə xanım deyir, mən heç şeydən qorxmuram, həyəcanlanmıram. Yox, O qara, azca da olsa qorxuram. qara qutudan nə çıxırsa çıxsın. Nə çıxırsan? Aha, Maraqlı bir şeydir. görək də, heç mən özüm də bilmirəm. Bir Vay, dəfə vay, mənim vay. başıma oyun gətiriblər, televiziyada canlı efirdə ilan çıxıb onun içindən. Ya. Qorxuram axı. Burada çox şirin bir xatirə var. Aha. Şirin. Kövrələcək. Ayda, Tünzalə xanımın taxtığı bandanalardan biri. Bəli. O axşam elə. Hamımızın doğrudan da bu başqa bir xatirədir. Güzgü verin. Bir dənə güzgü verin. Burada? Ha, güzgü. Ayda. Alqışlar. Tünzalə xanım, yenidən o bandananı bizim verilişimizdə Hələlik bir dənə bağlayım. düppədüz. Qəşəng. Bağlaya bildim, yaxşı oldu. Hə? Əla. Allah. O axşam rüyada Odur, bəli. aramızı vuran yüreği yıktım. Titreye O vaxtı belə eləyirdim. O axşam rüyada o vaxt elə bir ki. Dostlar, sanki 25 il heç keçməyib. Doğrudan, sanki dünən idi. Çox sağ ol Nicat. Bu məni doğrudan da belə xüsusi bir duyğulandırdı, düz deyirsən. Və istədim durum elə belə həvəsləndim ki, o axşam rüyada Bəli, 25 il əvvələ qayıtdıq. Doğrudan da. Yəni yaxşı ki mən Azərbaycan səhnəsində necə deyim? Yaxşı ki varsınız. Hə, tarix, xalq, cəmiyyət öz seçimini eləyir. O istədiyi sənətkarı yaşadır, musiqini yaşadır. Yaxşı ki Allah bu səsi mənə verib. Bəli. Mən çox şükür eləyirəm. Və mən bu yaylığı taxanda o vaxtı deyirlər ki, deyəsən saçları yoxdur. Hələ bir söz deyirdi, bəli. Onlara baxın və mənə baxın. Bununla da verilişimiz olacaq. Görürsən? Əlixana nə qədər bandana taxmır, amma əbi yox. Gələn veriliş, hə? Gələn verilişdən bandanaya keçirik və İndi Tünzalə gəlin xanım. həqiqəti bilək. Kimin saçı yoxdur? Mənim yoxsa onların? Bizim. Tünzalə xanım, təşəkkürlər. Çox sağ olun ki, gəldiniz. Bir daha bayramınız mübarək. Bahər bütün xanımlarımızı, var olasınız. analarımızı, şəhid analarımızı, evdə analarımızı, xala, bibilər, bacılar, qızlarımız, gənclərimiz yaşından fərqli və harda yaşamağından fərqli olmayaraq qadının üzü, qəlbi, üzü gülsün. Hə, Biz keçək Tünzalə xanım, görək. təşəkkür edirəm mən də bir Mən daha. qoyub gedirsiniz. Yox, bura keçirik. Yaxşı ki Yüngül gəldiniz. sağollaşırıq. Doğrudan da bizim ölkənin musiqidən başı çıxan, musiqini sevən insanların sizin kimi sənətkarlara bu dəqiqə hal-hazırda ehtiyacı var. Var olasınız. Çox sağ olun. Allah Sizlə sizə var. o da ömür versin ki, həmişə səhnələrdə olasınız, həmişə. Və bizim övladlarımız da böyüsün, Tünzalə xanım kimi sənətkarları görsün. Mən də hər zaman nə qədər ki səhnəmizdə varam, nə qədər ki canımda güc var, səsimdə güc var, mən qürur duyacağam ki, mən milli müasir musiqimizi təmsil edirəm. Var olasınız. Çox sağ var olun. olasınız. Təşəkkürlər sizə. Və Görəm, hesabı mən görəm. istəyirəm Əlixan qanını qaraldım, amma gördü, hə. Mənim Həmişə kimi hesabı mən Mənə verirəm. xoşdur. Yo. Unibankın bizim baş sponsorumuz olan Posterin malı Unibankın gəlsin. posterin malı xahiş edirəm gəlsin Əlixan. Mənli idi də, mənli idi. Qoy mənlik olsun da. Hə, yaxşı. olsun. Hə, yaxşı, yaxşı. Ver. Sən şeyi sonra mən sənə zad eləyərəm. Zad elə. Davay. Yox, keçən verilişdi, dalbadal 5 verilişdi, mən ödəyirəm. Sən elə baxdın ki hesaba, elə bil ki belə
Ha, narahat olma. Rəqəmləri tanımağa çalışırdım. Hə. Yaxşı, sağollaşırıq, bəli. Sağollaşmayaq, hələlik deyək. Hələlik deyək və sizdən xahiş edirik. Rəylər bölməsində hansı qonağı görmək istəyirsinizsə, kimi dəvət etməyimizi istəyirsinizsə, adını, familiyasını yazırsınız və biz də o adamı dəvət edirik, gəlir bizim verilişdə qonaq olur. Bir də Tünzalə xanımı seçirsiniz. yazdınız. Təbii ki, təbii ki. Yazdınız. Təbii ki. Siz də istədiniz, biz də istədiniz. Bax gördünüz, yəni doğrudan da bu İstəyənlərimiz toqquşdur. toqquşdu. Sağ olun, var olun və bir daha bütün xanımların 8 mart bayramlarını ürəkdən təbrik edirik. Həmişə var olasınız, həmişə üzünüz gülsün. Sağ olun.